Salam, hər birinizi xoş gördük. Bugün çox aktual bir mövzu haqqında danışmaq istəyirəm. Ekran asılılığı və onun nitq inkişafının mənfi təsirləri. Son illərdə bir mütəxəssis olaraq tez-tez rastlaşdığımız problemlərdən biri də budur. Danışmır, söz ehtiyatı zəifdir, göz kontaktı yoxdur, suallara reaksiya vermir. Valideynlərlə söhbət apardığımız zaman hamısında eyni bir məqam ortaya çıxır. Müddətli, telefon, planşet və televizor qarşısında olmaqlar. Bu asılılığı aradan qaldırmaq üçün sizə 3 vacib məqamı söyləyəcəm. 1. Ekran vaxtını birdən yox, tədricən aradan qaldırmaq. 2. Ekranın yerini doldurmaq. Uşaq ekrandan uzaqlaşan zaman onun yerinə danışıq oyunları, rollu oyunlar, kitab oxumaq, rəsm çəkmək kimi fəaliyyətləri vərdiş halına gətirmək lazımdır. Üçüncü, ən vacib məsələ, canlı ünsiyyəti artırması. Valideyn uşağa sual verməlidir və cavab gözləməlidir. Onun danışmağı üçün vaxt ayırmalıdır. Uşağın yerinə danışdıqda nitq inkişaf ləngiməsi baş verir. Unutmayın, ekran asılılığı təkcə davranış pozuntusu deyil, eyni zamanda nitq inkişafı və ünsiyyət problemidir. Vaxtında və doğru yanaşma ilə bu problem aradan qaldırıla bilər.